Bugünkü dərsimiz tənlik qurmaqla məsələ həll edir. Tapmaq tələb olunan kəmiyyət məhsul kimi qəbul edilir və məsələnin şərtinə uyğun olaraq tənlik qurulur. Tənliyi həll etməklə axtarılan kəmiyyət tapılır. İndi biz bu tənliyə qaydaya əsasən nümunə verilib. Biz gəlin şəkil əsasında bu nümunəni həll edək. Buyur, buyur kızım. Ne verir şekilde? Yeni yersen. Pizza. Mesela şərtini oxudun sen. Mesela şərtini oxu. Lalə və Elxan hər biri 6 bərabər hissəyə bölünmüş, eyni ölçüdə 2 pizza aldılar. Elxan pizzanın 5 hissəsini, Lalə isə 3 hissəsini yedi. Lalə daha nə qədər pizza yesə, Elxanın yediyi qədər olar. Aysa, buyur.